Salam dostlar, ben Fatime. Necəsiniz? Bugün dostlarımla beraber vampir köylü oynuyoruz. Şöp şöp şöp. Dostlar bugün vampir köylü oynuyoruz. İndi sizə dostlarımı tanıdım. Murat, Layla, Aylin, Yusuf ve Meryem var. İndi bu qabağımızda görmüş olduğunuz kağıtlar var dostlar. Bu kağıtların birinde vampir, birinde həkim, diğer qalanlarında ise köylü var. İndi herkes bir kağıt götürecek ve otaqlara çıxıb kartlarına baxacaq. Okey? Yaxşı. Onda hərə bir kağıt götürsün. Sıra sıra götürün. İlk mən götürürüm. Bunu götürdüm. İndi mən götürürəm. Bunu götürüm. Mən götürəcəm indi. Hansını götürürüm? Bunu götürürəm. İndi mən bunu götürürəm. Bu məndə təkcə bu qaldı. İndi herkes otaqlara dağılacaq. Bura kimin otağı olsun? Kimin otağı olmaq istəyir? Burada mən olaram. Aha. Bir nəfər də burada, burada da mən olum. Tamam, onda biz də yuxarı çıxacağıq. Yaxşı, çıxaq. Gözləyim, mən də gəlim dana. Çıxaq. Aha, gəldim. Mən öz otağımda olacağam. Mən hamam tualetdə olaram. Biz də qalan 2 otaqda olaq. Mən də burada olum. Mən də balkon qaldı. İlk mən baxıram dostlar kağızıma. Köylü çıxdım. Amma heç nə olmaz. Köylü sözüm yadımdan çıxdı. Nəysə. Köylü olarak o vampiri tapacağım. İnşallah həkim məni qoruyar. Dostlar, indi mən açıram kağızı. Köylü çıxdım. Ama vampir tapacağıq. Dostlar, indi mən açıram, baxıram kağızıma. Həkim. Mən həkiməm dostlar. Həkim olarak köylüləri sağıtmaya çalışacağım. Bu arada özümüzü oyunda bu arada həkim oyunda özünü bir dəfə saldı bilər. Özümü saldıcım. İndi mən açıram. Köylü çıxdım. Oyun çox sıxıcı olacaq. İndi alt mərtəbədəki uşaqlar açsın. Aha, indi növbə mənimdir. Kağızıma baxdım. Dostlar, vampirəm. Hamını dişləyib öldürəcəm. İndi bu kağızı da qoyuram bura. Burada qalsın. Ay, hara qoyum? Rəfə qoyuram. Burada qalsın və hamını dişləyəcəm. İndi keçirik Məryəmə. Dostlar, indi mən açıram kağızımı. Nə yazır? Dostlar, köylü oldum. Heç nə olmaz. Əsas orada canımız sağ olsun. İndi herkes toplaşacaq və birinci gecəni başlatacağıq. Dostlar, indi hamımız bura toplaşdıq. İlk birinci gecəni başlatacağıq. İndi herkes rollarını bildi də yəqin. Bildik. Tamam, onda herkes öz otağına düzgün geçsin. Ben buradaydım. Ben burada. Biz de yukarıdaydık. Gelin. Gedək. Gedək. İndi hamımız, ben otağıma gittim. İndi biz de gedirik. Ben buradaydım. Aha.
İndi hər kəs yuxu rejiminə keçsin. İndi axşam olur və vampir durub birini dişləyir. Aha. Dostlar, indi mən vampir olaraq birini dişləyəcəm. Kimi dişləyim? Məryəm ölüb dostlar. Və Məryəmə bu gecə vəda elədik. İndi oylama eləyəcəyik. Aramızda bir vampir, bir həkim və 3 köylü var. Sizcə kimdən şübhələnirsiniz? İlk mən başlayıram. Məncə vampir Lalədir. Mən elə gəlir. Murad da həkimdir. Mən bu arada vampir deyiləm, yalan demə. Orası heç bilmək olmaz. İndi bir Lalə var. Yusif başlasın. Məncə də Lalədir. Məncə də. Mən deyiləm. Məncə Yusifdir. Yusif var. Görəsiz Yusif çıxacaq. Murad səndə. Məncə də Lalədir. İndi Lalə nə olduğu bizə denən. Aha. Deyim də. Mən bir köylüydüm. Heç birimizə haqqını hal etmirəm. Lalə oyundur bu. Ben biləm, biraz çox abarttım ama neyse. Ben getdim. Evet, sen getdin. İndi və aramızda bir həkim var. Həkim hala da yaşayır. İndi axşam olur və vampir çıxacaq. Axşam oldu, hər kəs otağına getsin. İndi oyun başla deyəndə başlayacaq. İnşallah heç birimiz ölmərik. İnşallah. Dostlar, görmüş olduğunuz üzrə Məryəmə vəda elədik. İndi mən keçən il heç kimsəyi qoruya bilmədim. İndi bu axşam Fatiməni qoruyacağım. Bax görək nə olur. İndi bay bay. Kimi öldürüm? Bəli dostlar, səhər oldu və bugün burada toplantı edəcəyik. Ona görə Yusuf da gəldi. Gəldim. Digərlər də gəlsin.
Geldim. Ee, burada ne? Aa, Murat ölüb. Həkimimiz səhv adamı qoruyub. Ayda. İndi bu çox önəmlidir. Mən Yusifə verin. Çünki ailində həkim vayibə alıram. Ona görə mən Yusif demək istəyirəm. Yox, Fatimədir. Aylin, mənə güvən. Fatimədir. Ayda mən çox başım qarışdı. Kimi seçəcəm? Bax Aylin, mənə güvən. Yusifdir. Vampir, nə olar mənə güvən. Əmin deyiləm, amma Fatiməyə biraz da olsa güvənmək istəyirəm. Ona görə Yusif deyirəm. Çox sağ ol. İndi Yusif bizə kimliğini açıqla. Ayda. Vampirdim mən. Vampiri tapdıq və köylülər qazandı. Evet, köylülər qazandı. Mən hala ölüyəm. Digərləri də çağıraq. Bəli, bizi öldürdünüz, amma yenə də köylülər qazandı. Aha, dostlar, bu seriyi çox bəyəndisinizsə, biz bu videoya 10 like gəlsə, bunun ikincisini də çəkəcəyik. Sağ olun.